Əziz futbol həvəskarları, xoş gördük sizi yenə də. Ağcabədi Futbol Klubu Aksu City-ni qəbul edir. Heyətlərlə sizi tanış etmək istəyirəm. İlk öncə Ağcabədi komandası qapçı 33 Sadiq Əliyev, 88 komandanın kapitanı Ruslan Rüstəmov, 4 Tahir Bayramov, 6 Elgiz Əliyev, 7 Sərvan Yəmənli, 9 Elnur Ağayev, 10 Orxan Əliyev, 22 Sakit Mirzəyev, 27 Orxan Əsədov, 77 Əziz Məmişov, 99 Namiq İbrahimov, komandanın baş məşqçisi Şahin Rüstəmov. İndi isə qonaq komanda Aksu City komandası 12 qapçı Amin İsmailov, 5 komandanın kaptanı Mirmövsüm Seyidov, 2 Xəyal Quliyev, 6 Mətin Əbilov, 7 Ennur Səmədov, 10 Gökhan Kartal, 11 Xətay Bağırov, 12 Namiq Salayev, 22 Elmir Xəlilov, 44 Ayaz Mikailov, 99 İsmail Qurbanov. Komandanın baş məşqçisi Ramin Hoca. Hakimlərlə də sizi tanış etmək istəyirəm. Baş hakim Cəsarət Vahidov, ona yan xətlərdən Hüseyn Əskərov və Murğuz Ağayev köməklik edəcək. İnanırıq ki, Ağcabədi şəhərində gözəl futbol ab-havasında, gözəl bir atmosferdə, gözəl bir oyunun şahidi olacaq. 1-0 hesabı ilə Ağcabədi komandası önə keçir və onun müəllifi Ağcabədi Futbol Klubunun 9 nömrəli Ennurdur. Yenidən topa mərkəzdən Aksu City komandası oyuna daxil edir. İlk dəqiqələrdən Ağcabədi Futbol Klubunun hücumlara ara vermir. 3 xalın qazanmaq üçün daha səylə mücadilə aparır. Müdafiə olan Aksu City komandası isə hələ ki baskını üzərindən atmağa çalışır. Mətin topu qarşıladı. Ötürməsi Xəyala. Yenidən Mətin müdafiədən çıxmağa çalışırlar. Xəyal topu hələ keçirdi. Ötürməsi Ennura. Ennur, Xətay Bağırov. Boşluq axtarır Xətay Bağırov. Cinahda Namiq Salayev gözləyirdi topu. Namiq ötürdü. Namiq ortasını etdi. Küncdən zərbə. Aksu City komandası küncdən zərbəni yerinə yetirəcək. Küncdən zərbəni yerinə yetirdilər. Gökhan Kartal ötürməsi mərkəzə doğru. Yenidən mərkəzdə top havalanır. Mətin topu qəbul etdi. Sağına çevirdi. Ötürməsi biraz bərk alınmışdı. Elmir topdadır. Komandanın kapitanı Mirmövsüm Seyidov. Top hələ keçirir. Mərkəzə doğru ötürmə. Ennurda Xətaya sinə ilə ötürmə. Bir ötürüşlə İsmail anlamadı. Out. Aksu komandasının hücumu. Qapıya doğru zərbə. Qapçı yerində. Oruç. Qapıya doğru zərbəni yerinə yetirən futbolçu. Oruçuna da səhv dedim Oruçun. Dərhal hücuma keçir. Aksu komandası Ennur. Qapçı ilə demək olar ki, təkbətəkdir. Qapıya doğru zərbə qüvvətli alınmadı. Qapçı yerində. Aksu komandasının hücumu. Qapıya doğru zərbə. Ayazın zərbəsi qapçı yerindən. Aksu komandasında ilk dəyişiklik Ennur. Üzr istəyirəm, Xəyal Quliyev meydanı tərk edir. Yerinə Şirin Məmmədli girir. Oyun davam edir. 1-0 hesabı ilə Aksu City komandası məğlub durumdadır. Mərkəzə doğru ötürmə. Xətayının qapıya zərbəsi, müdafiəçilərdən dönən top. Ennur top ələ keçirir. Ennur cinahına baxdı. Xətay sərt oyunla futbolçunun qarşısını kəsdi. Aksu komandası müdafiədən çıxmağa çalışırdı. Zərmə zərbəsi. Namiq kimi ötürəcəyini baxır. Balaca da arxaya doğru Gökhan Kartal özünü göstərdi. Gökhan mərkəzdə, Gökhana qarşı sərt. Hakim davam işarəsi. Topla oynadı. Komandanın kapitanı Ağcabədi komandası hücumunu davam etdirir. Qapıya doğru zərbə olacaqmı? Qapıya doğru zərbə. Qaydan top, təkrar zərbə qapçı. İkinci həmlədə gözəl oynadı qapçı. Bu qap oyundan kənar vəziyyət qeydə aldı. Yenə də gol olsaydı yəqin ki hesab alınmayacaqdı. Yan xəta kimi Hüseyin oyundan kənarı qeydə almışdı. Qapçı Amin İsmailov
Hər iki zərbəni dəf elədi gənc qapıçımız. Ülmösüm Seyidov komandanın kapitanı Cokan'la oynadı. Cokan yerində Ülmösümün ötürdüməsi. Xətay Bağırov. Topa əksər faiz olma sahibi Aksu City'dədir. Qapıça doğru qapıcı topu irəli çıxaraq topu ələ keçirdi. Topu ötürməsi. Elnur hələ ki passivdir bu vaxta qədər. Namiqin ötürməsi. Cokan Kartal qapıya doğru zərbə. Rekaşit. Afsay. Rekaşitdir afsay olmur axı. Ülmösüm. Ülmösümün irəliyə doğru qapıcı ilə tərbiyəcə Elnur. Afsay yoxdur. Qapıcı ilə tərbiyəcə vur və gol. Elnur komandanın mərkəz hücumçusu Elnur bərabərlik topunu vurdu və hakim afsay olmadığını və golun hesaba alınacağını bildirir. Aksu komandası hesabı bərabərləşdirdi. Golun müəllifi Elnur, ötürmənin müəllifi isə ötürmənin müəllifi isə Ayaz idi. Sinə ilə gözəl ötürmə idi. Bəli. Aksu komandası cinahda. Elnur topu ələ keçirdi. Ötürməsi asılı oldu. Xətaya doğru. Cokan Kartal və Xətay ikilidə, mərkəzdə topa hakimdilər. Elmir Xəlilov solda. Ayazın ötürməsi. Komandanın kapitanı topu uzaqlaşdırıb Elnur'a. Mərkəzdə Elnur təkdir. Əllə oyun etirazı var Ülmösümdən. Metin Cokan'a ötürdü. Mərkəzdə Rüstəmov. Komandanın kapitanının ötürməsi Elnur'a doğru. Gözəl. Müdafiəçi Şirin Məmmədli topu yan xəttdən çölə çıxartdı. Yenicə daxil olmuş. Mətin topu ələ keçirdi. Ülmösüm Seyidov Mətin oynadı. Mətin yenidən gözəl keçid idi. Cokan Kartal. Cokan baxır. Ayaza doğru ötürmə. Afsay yoxdur. Qəşəng. Gözəl. Müdafiəçi yaxşı idi. Ağcabədi Futbol Klubunun müdafiəçisi. Hər iki komandanın formalarının arxasındakı rəqəmləri görmək çox çətindir. Ağcabədi Futbol Klubu göy formada qara nömrələr, Aksu komanda isə ağ formada ağ nömrələr. Ülmösüm Seyidov Cokan'la oynadı. Cokan Elnur'u düşünür. Yox. Elmir ötürdü. Elmir cinahda ilerləyir. Elmir Elnur'a doğru ötürməsi. Elnur topu ələ keçirdi. Ağcabədi komandası cinahda ilerləməyə çalışır. Aksu komandasının müdafiəçiləri səhv etmək olmaz bu epizodlarda. Qapıya doğru zərbə olacaqmı? Baxdı. Müdafiəçilərdən geri dönən top yenidən Ağcabədi komandasındadır. Sağ cinahda Ülmösüm topu ələ keçirdi müdafiəçi komandanın kapitanı. Mərkəzdə Metin. Metin bir olmaz belə. Əla İsmail. Afsay yox idi. İsmail topu ələ keçirməli idi. Müdafiəçi yerindədir. Ağcabədi Futbol komandasının hücumu davam edir. Az fərqlə top çölə çıxdı. Komandanın kapitanı Rüstəmov yaralanan vəziyyətdən istifadə edə bilmədi. Cokan Kartal cinahı dəyişir. Elmir Xəlilov. Elmir özü ilerləməyə çalışır. Bir müdafiəçi keçdi. İkincisindən də keçdi. Mərkəzə doğru ötürmə. Elnur'a gəlib çatmadı top. Hər iki komandanın hücumunun sivri ucunda Elnur oynayır. Cokan'a doğru ötürmə. Cokan yenidən Xətaya da ötürdü. Bu ikili möhtəşəmdir. Afsaydan çıxmaq lazımdır. Cokan mərkəzə doğru ötürmə. Müdafiəçilər topu qarşılayır. Ay. Əksində yaxalamağa çalışır Ağcabədi komandası. Xətay topu ələ keçirdi. Xətay mərkəzdə Elnur. Elnur Xətaya ötürdü. Mərkəzdə Mətin topu ötürdü. Xətay Bağırov. Xətay kimi ötürəcək. Cinahı dəyişdi. Ayaz ötürməsi. Qapıya gol! Gol! Ayaz komandanın yeni transferi. Möhtəşəmdir. Sağına çəkdi və qapıya doğru uzaq toqquzluğu nişanladı. Ayaz! Bir, iki. Qeyd edim ki hesabı
Ağcabədi komandasının hücumçusu Elnur açmağına baxmayaraq az keçmədən Aksu City komandası 2-1 geri dönüş etdi. İndi isə yenidən mərkəzə İsmail'e doğru ötürmə qapçı. Topa çıxdı qapçı yerində. İsmail bu dəfə öz konumunda deyil. İnanırıq ki, ilerleyen dəqiqələrdə İsmail özündə toparlayıb öz gol veya gollarını vuracaqdır. Ağcabədi komandası sərt Mətin üzrünü istədi. Bəli, Mətin üzrünü istədi Rüstəmə qarşı olan kobud oyuna görə. Mərkəzdə Ağcabədi komandası topu meydana daxil edəcək. Uzun ötürmə ilə gol arayışındadır Ağcabədi futbolçuları. Elmir birinci hissənin bitdiyini bildirən fiti çalır hakim və ilk hissə 1-2 Aksu komandasının üstünlüyüyle başa çatır. Elnur cinahdan ilerleyir, sol cinahda. Elnur müdafiəçinin birini keçdi, gücdən zərbə. İsmail top elə keçirməyə çalışırdı. Cərimə zərbəsini Elnur yerinə getirəcək, birbaşa qapıya doğru olacaq mı, yoxsa ev tapşırıq olacaq? Elnur'un qapıya doğru zərbəsi azacıq fərqlə kənara çıxdı. Hesab 2-2 oldu. Ağcabədi Futbol Klubunun hücumçusu, səhv eləmirəmsə hücumçuydu. Gözəl zərbə ilə, aşırma zərbə ilə hesabı bərabərləşdir. İndi oyun daha da maraqlı keçəcək. Elmir. Elmir. Metin topla oynamaya çalıştı. Elmir Xəlilov. Yeniden Gökhan'a doğru ötürmə. Gökhan bıraktı. Xətayı Gökhan'la oynadı. Gökhan qapıya doğru zərbə vurmalıdır. İsmail qapıya zərbə. Az fərqlə top ilə. Aksu komandasında dəyişiklik qeydə alınacaq. Zöhrab meydana daxil olur. Gökhan topla ilerlədi. Ötürməsi. Elmir. Yok. Bu Ayaz'dı. Ayaz. Eyni mövqedən. Gökhan Kartal qapıya doğru zərbə. Tayyip Ağrım ötürməsi. Zöhrab. Yenicə daxil olmuş Zöhrab. Top özündə saxladı. Ötürməsi. Gökhan Kartal. Ne edir? Gözəl təkbədəki Elnur. Gol, 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 gol. Elnur. 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 Əla. Gökhan Xətaya doğru ötürmə. Xətay Elnur'da. Elnur bax ayağa. Vermədi. Zöhrab. Zöhrab topu vaxtı öldürdü Zöhrab. Yanındadır İsmail. Zöhrab. Xətayı Gökhan'la oynadı. Gökhan cinahı dəyişməliydi. Elmir. Elmir Xəlilov. Elmir mərkəzdə. Xətay Bağırov. Afsa yoxdur. Oyna. Hüseyin. Hamik Salayev. Geriyə Gökhan. Gökhan müdafiənin mərkəzinə çəkilib. Xətay Bağırov topu itirmişdi az qala. Gökhan yenidən köməyinə gəlir. Gökhan mərkəzdə elini ötürməliydi. Asma. Gökhan Kartal. Gökhan mərkəzdə. Topu Namik ötürdü. Namik Zöhrab'a gözəl ötürmə. Zöhrab qapıya doğru zərbə. Tələsmə. Hala bu da gol. Vur İsmail. İsmail tekrar vur. İsmail Cavraş. Hoppa. Öpürəm sən. Zöhrab hala Zöhrab. İsmail hala. Hesab 2-4. Aksu City komandası Ağcabədi üzərində qələbə qazanır. Oyunun bitməyinə yəqin ki bir 15-20 dəqiqə var. Maraqlı oyun gedir gördüyünüz kimi əziz izləyicilər. Bu dəfə Ağcabədi futbol komandasının qapısı çərçivəsində, qapısının arxa hissəsində təşkil etməyə qərara gəldim. İndi isə Elmir Xəlilov öz cinahına irəliləyir. Mərkəzə doğru ötürmə, müdafiəçi yerində Xətay Bağırov qapıya doğru zərbə qayıdan top.
Qapçı xətti çərçivəsindən topu geri qaytardı. Oyun davam edir. Xətanın zərbəsi ilə cəzəsinə idi. Əla Əli. Əli gəl, özünsən, gəl. Özünsən. Əla. Elnur. Tələsmə. Yo, doludur ora. Zöhrabla oynadı. Namik. Namik'in ötürməsi. Elnur'a da. Elnur təcmədə çıxa bilərdi qapçı yerində. Afsay. Alacalardan zaten ne sebep? Ben bunu çəkişəyim. Hücuma baxaq. Zöhrab, əla. Zöhrab, qapıya doğru zərbə qaydan top. Bu dəfə müdafiəçilər yerində idi. Çapazda. Yo, VT Gəncə Region Liqası. Ha, Region Ligası. Qəşəng. Bu kapıya. Əla. Elnur, bu da sənin, Elnur. Bu da sənin. Sadiq neyləmsən qabla, ay Sadiq. Ben doğadan zaten oldu. Neylə? İsmail. Bu oldu. Afsay. Oyundan kənar vəziyyət. Elnur səndə. Yo verməsin, afsay Tələsin. çıxacaq. Elnur özün. Qəşəng. Yoxdur, afsay yoxdur. Vur. Hoppa. Çəkmişəm. Özü yıxıldı. Yo, qaqa. İki kiçin arasına saldı ayağın. Ayağı iki kiçin arasına. Bax sən çəkmişəm. çəkmişdin mi? Hə, denə Çəkmişəm. görsət. Ağzəbədi. Qəşəng Elnur. Niyə Allah da? Elə şey var qardaş. Enur niye anlattın Enur? Öyle şey yok değil. Bəli, oyun bitdi. Aksu komandası 2-5 hesabı ilə qələbə qazandı. Ağcabədi şəhərində növbəti turun maçı keçirildi. Gərgin keçən maçda hər şey var idi. 11 metrə, qırmızı vərəqə. Sonda futbolçular qardaşcasına sağollaşır bir-biri ilə. Yaxşı oyunsun, maraqlı oyunsun, bir-birinə təşəkkür edirlər. Hətta anlaşılmazlıq üçün də bir-birlərindən üzr istəyirlər. Futbol budur, məhəbbət budur, peşəkarlıq budur.